Berlin səfərinin ikinci günündə Almaniya federal hökumətinin binasında olduq. Kansler Olaf Scholz'un addımladığı dəhlizdən keçmək olduqca maraqlı hissdir. Baba, hər yer Scholz'un şəkilləridir. Olaf Scholz bura ilə belə addımlayır, baba. Allah bilir burada hansı otaqdadır. Çıxsaydı bir stəkan çay içərdik. Bu otaqda isə Şərqi Almaniya ilə Qərbi Almaniyanın birləşməsi və Berlin divarının sökülməsi qərarı elan edilib. Ona görə də tarixi əhəmiyyətinə görə ayrıca güşə kimi qorunub saxlanılır. Burada da mətbuat konfransı keçiriblər, həmin qərarı elan ediblər. Şəhərin yeraltı metro sistemi U-Bahn adlanır. Burada 9 xətt üzrə ümumilikdə 175 stansiya var. Metroda pulsuz Wi-Fi xidməti varmış. Biz də bu üstünlükdən istifadə etdik. Hətta infrastruktur o qədər yüksək qurulub ki, fiziki məhdudiyyətli insanlar heç kimin köməyi olmadan metrodan sərbəst şəkildə istifadə eləyir. Berlində o qədər türk var ki, istənilən sektorda onlara rast gəlmək olur. Burada meyvə dükanı var. Bu meyvə dükanı türklər işlədir. Piyada zolağından keçirik. Buradan həm də tramvay xətti keçir. Bu isə qaldığımız yerə yaxın metro stansiyası Osloerstrasse. Bakıda metro keçidlərində ticarəti yığışdırdılar. Amma o boyda Berlində keçidi Vasmoyn bazarına döndəriblər. Metronun içində meyvə zad satılır. Cəmaət metroya rahat velosipedlə girir, çıxır. Metroya velosipedlə minən almanlar da diqqətimizi çəkdi. Onlar gedəcəkləri stansiyadan çıxıb yollarına velosipedlə davam edirlər. Bu iki təkərli nəqliyyat vasitəsinə görün nə qədər çox bağlıdırlar. Yəni bu meydanın axıra qədər, nə bilim o tərəflər, metro qıraqları, yəni velosiped sayı insan sayından çoxdur da, yəni fantastik bir şeydir yəni. Düşünürsən ki, bu qədim və müasir Alman şəhərində hər kəs komfort içində yaşayır, elə deyil. Burada ara-sıra evsizlərə də rast gəlmək mümkündür. Evsizlər, küçə həyatı yaşayanlar və küçədə gecələyirlər. Amma bu demək deyil də Almaniya dağılır. Şəhərdə geyim mağazalarından ibarət bir mola girdik və yenə S ölçü geyimlərin axtarışına çıxmışdım. Bu S razmerlərə kim qənim kəsirir? Bakıda tapa bilmirdim. Berlində də bayaqdan axtarıram bir dənə S razmer, bir-iki dənəsi istisna. S yoxdur da qardaş. Burada bir dənə S bu var, qəşəng kurtkadır. 27 avrodur. Burada imkan tapıb iPhone qiymətlərinə də baxdım. Sadə iPhone 16 949 avrodur. iPhone 16 Pro 128'lik 1199 euro. 256'lık 1329 euro. Bura Berlinin mərkəzlərindən biridir. Yeni il yarmarkası. Ümumiyyətlə Berlində belə yarmarkaların sayı çoxdur. Tək bir yerdə deyil. Adamın yaxşı pulu ola buraları silib süpürəsən. Dostlar, Berlində gəzintimiz davam eləyir. Yeni vloqlarım olacaq. İzləmədə qalın. Təşəkkürlər.